Qiymətləri verir, digərinin tapılma qaydasını göstərir. Bunu üç cür göstərə bilərik. Bax, cədvəl şəklində. Birinci bax, cədvəl, düstur və qrafik şəklində. Cədvəl bax, verilibdir. 1, 2, 2, 4, 3, 6, 4, 8. Yəni, bu necə təyin edilir? 1-ə vuranda, 1-i 2-yə vuranda edir 2. 2-ni 2-yə vuranda 4. 3-ə 2-yə vuranda 6. 4-ü 2-yə vuranda 8. Yəni, düstur nədir? 2x-dir. Qrafika necə təyin edilir? Onu göstərim sizə. Mən orada göstəriblər. Yəni, bax, x-in bir qiyməti demir. X-in bir qiymətində y neçə alıbdır? Bax, bu x oxudur. Bu y oxudur. Bir qiymətində y neçə alıbdır? 2 apardıb, qeyd elədim nöqtəsini. Sonra sənə nə deyir? 2 nöqtəsində neçə alıbdır? 3, 4. 2 nöqtəsində neçə alıbdır? 4. 3 nöqtəsində neçə alıbdır? Deyirsən, 6 aparıb yerinə qoyuram və onları birləşdirirəm. Alınır nə? Bir dənə düz xət. Əslində, bura olmalı deyil sizdə hal-hazırda, amma belə odur. Yəni, cədvəl verilibdir. Cədvələ uyğun x, y-in qiymətini qoyduq və qrafika aldıq və düsturda təyin elədik. İndi məsələlərimiz də ona uyğun gedəcək. Belə yazıbdır. Baxın, 1-in qiymətində 60 alıbsa, demək y bərabərdir, yəni s bərabərdir, 60 vurulsun t-dir. T-nin bir qiymətində 60 alıbdır, 2 qiymətində 120, 3 qiymətində neçə alıbdır? 180. Düzdür, bura 180 yazaq. Aparıb yerinə qoysaq, baxırıq ki, bir dənə düz xət alınır, yəni qrafika alınır. Yenə cədvəl verir 1, 4, 2, 8, 3, 12, 4, 4 artıbdır. Yəni, baxın, 1-in qiymətində neçə alıbdır? 4. 2-nin qiymətini versək, 8 alınacaq, o ondan yuxarıda olacaq. Bura 8 qeyd eləsək, yenə baxacaqsınız ki, bu nədir? Bir dənə düz xət alınır, onun qrafik olur. Başlayaq mövzu 46-nın çalışmalarına baxmağa. Görün, nə yazıbdır? Birinci çalışmada deyir ki, burada qeyd eləmir. Demək, başlayaq çalışmalarına. Birinci çalışmada. Deyir bizə, y bərabərdir 5x. Olduğuna görə x-in 8 qiyməti. X-in 8 qiyməti nə deməkdir? Yəni, x-in 8 qiymətini aparıb yerinə qoyub hesablayacaq. 5 vurulsun 8 neçə eləyəcək? 40. Y-in qiymətini tapdıq. Çalışma 2. Y bərabərdir 4x çıxılsın 12 verilib bizə. X bərabərdir 20. Yenə x-in yerinə qoyacaq 20. 4 vur 20 çıxılsın 12. 80-dən də 12-ni çıxıram neçə eləyəcək? 68. Üçüncü çalışma. Y bərabərdir 4x-in kubu çıxılsın 25 yazacaq. Onda y bərabərdir 375-dir. Y bərabər 375 nə deməkdir? Baxın, 375. Yəni, bunu 375-ə bərabər eləyəcək deməkdir. O da olacaq 4x-in kubu çıxılsın 25 bərabərdir 375. Kubda yoxsa kvadratdır, üzr istəyirəm, kvadratdır. Mən kub yazmışam, üzr istəyirəm. O da olacaq, buranı da silim. 4x kvadratı bərabərdir 375-in üstünə gələcəm 25-i. 4x kvadratı bərabərdir 400. X kvadratı bərabərdir 400 bölü 4. Yəni, neçə eləyir? 100. Hansı iki ədədi bir-birinə vursaq 100 eləyəcək? Deyəsək ki, x vur x, yəni 100 olması üçün x-in qiyməti neçə olmalıdır? 10 olmalıdır. Demək, baxırıq 4-cü suala. 4-cü sualda bizə nədir? Y bərabərdir 3x-in kubu. Üstə gəlinsin 10 bərabərdir 202. Yəni, y-in 202 qiymət demək nə deməkdir? Bu ifadəni 202-yə bərabər belə deməkdir. 3x kvadratı kubu daha doğrusu üzrüstəm 3x kubu bərabərdir 202-dən çıxacaq 10-u. 3x kubu bərabərdir 192. X kubu bərabərdir 192-ni böləcək 3-ə. X kubu bərabərdir 64. Hansı 3 ədədi bir-birinə vursaq 64 eləyəcək. X bərabərdir yazacaq 4. X-in qiyməti 4 olur. 5-ci misal. Nə deyir bizə? Y bərabərdir 3x üstə gəl 5. Hansılar uyğun deyil deyir. Koordinat cütləri aşağıdakilərdən hansı uyğun deyil. Başlayıram B yoxlama. Bu nə deməkdir? 1, 8. Demək istəyir ki, x-in bir qiymətində y 8 alırsa, deyəcək uyğundur. Əgər almırsa, deyəcək uyğun. Aparaq yerinə qoyaq.
3 vurulsun x'in yerine 1 qoyuram. Üstə gəlsin 5 bərabərdir 8. Doğrudur. X'in bir qiymətində y neçə aldı? 8 aldı. Demək bu uyğundur. X'in bir qiymətini qoyduq yerinə. Hesabladıq. 8 alacaqsa deyəcək uyğundur. Almayacaqsa deyəcək uyğun deyil. İndi opsiyon baxırıq. 2, 11. Aparıram x'in yerinə 2 qoyuram. Y bərabərdir 3 vur 2. Üstə gəlsin 5 bərabər neçə alıram? 11 alıram. Demək nədir? Bu da uyğundur. Bizdən amma uyğun deyil tapdıraq. Deyək x5 bura neçə qoy? 20. X'in 5 qiymətində y'in 20 alacaqsa deyəcək uyğundur. Almayacaqsa deyəcək uyğun deyil. Onda y bərabərdir 3 vurulsun 5 üstə gəlinsin 5 bərabərdir 15 üstə gəl 5 neçə elədi? 20. Uyğundur? Uyğundur. Amma bizdən uyğun deyil sorur. Ha. Demək bu uyğundur, uyğundur, uyğundur. Baxaq dördüncüsünə. Davam edirik. Dördüncüsündə. Yəni y bərabərdir 3x üstə gəlsin 5 yazıram. Y bərabərdir. Deyir ki 10 bir də 35 qiyməti. 3'ü vururam ona, üstüne de 5 gəlirəm, elir neçə? 35. Ödüyü şərti. Demək, bu da uyğundur. 5-ciyə baxaq. Olacaq 7, 25. Yəni, x'in 7 qiymətində y 25 alsa deyəcək uyğundur. Almasa deyəcək uyğun deyil. 3 vurulsun 7, üstə gəlinsin 5. Aldıq neçə? 26. Uyğun deyil. Yəni, çıxış arası qoyaq. Bu, buna uyğun deyil, aid deyil. 6-cı suala baxırıq. Y bərabərdir. X'in yerinə 8 qoyuram. Üstə gəlilən 5'i. Alıram neçə? 29. Uyğundur? Uyğundur. 7-ci suala baxırıq. X'in 12 qiymətin yerinə qoyuram. Y tapıram. 3 vurulsun 12. Üstə gəlinsin 5. Elir 36. 36 üstə 5 gəlir 41. Amma burada nə yazılır? 40. Uyğun deyil. 6-cı məsələdə birinci absis nədir onu qeyd edək. Absis x deməkdir. Ordinat y deməkdir. İndi cümləni oxuram. Ordinatı, yəni y-i absisin kvadratı olan asıllıq düsturunu yazdır. Ordinatı absisin kvadratı düsturunu yaz deyirsə, qısaca işimiz buna ibarətdir. İndi cümlə qrupdur. Koordinat müstəvisində absisi, ordinatı, yəni y absisinin 5 mislindən 8 vahid az. Absisinin 5 mislindən 8 vahid az. Asıllıq düsturunu yazdıq. İndi 8-ci çalışma. Deyək ki, sənə y bərabərdir 5x çıxılsın 12. Sonra cümləyin davamı var. Absisi ordinatına bərabər, yəni x y-nə bərabər olsun deyir. Biz nə edirik? 5x çıxılsın 12'ni x'e bərabər edirik. Çünki absisi ordinatına bərabər deyə bir cümlə qurduruyor. O da olacaq 5x çıxılsın x bərabərdir 12, 4x bərabərdir 12, x də bərabərdir 3. 3'ü tapdıq. Y-də nə olacaq demək? Çünki y bərabərdir x yazmışıq axı başdan. Onda y-imizdə nə olacaq? 3 olacaq. İkisi də bir-birinə bərabər olacaq. 3, 3. Cümlə qrup burada. Deyək, bu bir dənə düstur verilib bizə. Absisi ordinatından 5 dəfə böyük olan. Absis yenə dedik x-dir. Absis x-dir. Ordinat isə y-dir. Absisi ordinatından 5 dəfə böyük. Aparıb yerinə qoyuruq. Y bərabərdir 3 vurulsun 5y çıxılsın 84 tənlini həll edirik. O da olacaq 15y çıx 84 bərabərdir y. 15y çıx y bərabərdir 84. 14y bərabərdir 84. Y də bərabərdir 84 bölünsün 14. 7'ye bölsəm olacaq 1, 2, bunda 2 eləcək cavabımız neçə? 6. Y-imizin qiyməti nədir? 6'dır. X'imiz də bundan 5 dəfə böyükdür. 5 vurulsun 6. Yəni neçə eləyəcək? O
11-ci çalışmada y bərabərdir 2x çıxılsın 10 verir bizə. Apsisi ordinantından yox, ay 10-cu suala baxmadım, üzr istəyirəm, 10-cu suala baxaq sonra. Deyir, y bərabərdir 4x üstə gəlsin 144. Apsisi ordinantından 10 dəfə kiçik nə deməkdir? Yəni, ordinantı apsisindən 10 dəfə böyük deməkdir. Yəni, y-in yerinə 10x yazacaqsan. Yazırıq yerinə 10x bərabərdir 4x üstə gəlsin 144. 10x-dən çıxırıq 4x eləyir 144. 6x bərabərdir 144. 144-ü bölürəm 6-ya. Eləyir 2, 4. 24. X-im 24-dürsə, y-im də ondan 10 dəfə böyük olacaq. 24, yəni 240 edəcək. X-im 24, y-im 240. 24 nə? 240. Demək, deyək ki, y bərabərdir 2x çıxılsın 10. Apsisi ordinantından 6 vaat kiçikdir. Yəni, x üstə gəlsin 6. Bu kiçikdirsə, ordinantı böyükdür deməkdir. Bax, yəni biz y-in yerinə x üstə gəl 6 yazacağıq. X üstə gəl 6 bərabər 3x çıxılsın 10 yazacağıq. 3x-dən çıxacağıq x-i. Bu da bu tərəfə keçir. 6 üstünə 10 gələcək. 2x. X də bərabərdir 8 olacaq. Y-də tapanda 8-in üstünə 6 gələcək. Eləcək 14. 8 və 14 cütlü. Belə yazaq da. Cütlü şəkildə yazdım. 8. X-i 8. Y-i 14. X-i 8. Y-i 14 olur. Baxırıq 12-yə. 12-də bizə nə verilibdir? Cədvəl verilir. Cədvəl uyğun düstur qayacaq. Baxın, y bərabərdir. 6-nı 3-ə böləcək, eləcək 2. 8-i 4-ə böləcək, eləcək 2. 10-u 5-ə böləcək, eləcək 2. 12-ni də 6-ya böləcək, eləcək 2. Demək, y bərabərdir 2x funksiyasıdır. Yəni 2 dəfə artırmış. 3-ü 2-yə vuranda 6, 4-ü 2-yə vuranda 8, 5-i 2-yə vuranda neçə eləyir? 10. Keçdi bu birisinə. Y bərabər 1, 1-də 3 alıbdır, 2-də 5 alıbdır, 3-də 7 alıbdır, 4-də 9 alıbdır. Asılıq düsturun qeyd elə. X üstə gəlinsin 2. Bir qoysaq belə yazaq da bunu. Yox, belədir. Şurada 2x üstə gəl 1. Gəlin yoxlayaq 13-də. Demək, 2 vur 1 üstə gəlinsin 1 eləyəcək 3. 2 vur 2 üstə gəl 1 eləyəcək 5. 2 vur 3 üstə gəl 1 eləyəcək 7. 2 vur 4 üstə gəl 1 eləyəcək 9. Demək, burada. Demək, baxırıq suala. Deyir ki, bizə x-imizin bir qiymətində y1 alır. X-imizin 2 qiymətində y-imiz 4 alır. X-imizin 3 qiymətində y-imiz 7 alır. X-imizin 4 qiymətində y-imiz neçə alır? 10 alır. X-i 1 vaat artırdıqda y 3 vaat artırsa, onda y bərabərdir 3x çıxılsın 2 funksiyası olacaq. Yəni qrafik ya düstur olacaq. Gəlin yoxlayaq. 3 vur 1 çıx 2. Neçə elədi 1? 3 vur 2 çıx 2. Altdan 2 çıxanda 4. 3 vurulsun 3 çıxılsın 2 eləyir 7. 3 vur 4 çıx 2 eləyir neçə? 10. Demək, doğru tapmışıq. Y bərabər 3x çıxılsın 2 düstur. 15-də bizə nə deyir? Deyir ki, x-in bir qiymətində y-imiz 18 alıbdır. Düzdür. X-in 2 qiymətində y-imiz 16 alıbsa, onda biz belə yazaq. Y bərabərdir 20 çıxılsın 2x yaza bilərik. Baxaq görə ödəyir. Demək, y bərabərdir 20 yazsaq, 2-ni vursaq 1-ə eləyir neçə? 18 ödəyir. Y bərabərdir 20 yazıb, 2 vur 2 yazsaq, 20-dən 4 çıxsaq neçə eləyəcək? 16 ödəyir. O birisinə baxaq. 20 çıxılsın, 3 vurulsun, 2 neçə eləyir? 14 ödəyir. Demək, doğru tapmışıq. Y bərabərdir 20 çıxılsın, 3 vurulsun 4. O da eləyəcək neçə? Daha doğrusu 3 vurulsun 4.
12 ilə buraxaqdan. 2 vur 4'dür burada. O değeri neçə? 12. Demək doğru tapmışıq. Demək baxaq 16'ya. Deyir ki 1 kiloqramı 15 manatdırsa x kiloqramı y olacaq. Yəni y bərabərdir 15x edəcək. Çarpaz vursaq, baxın çarpaz vursaq y bərabərdir 15x edəcək. Cavabımız olacaq. Demək metri 1 metri 8 manatdırsa A metri B manatdır. Onda B bərabərdir 8'e olacaq. B'nin adı nasıllıq? B bərabərdir 8. Demək 18. Deyir ki eni 23'dür. Uzunluğu B'dirsə perimetri tapaq. P bərabərdir nəyə? 23 də gəlsin B vurulsun 2. Onda deyir B'dən asıllıq düstunu tapdıq. Yəni 46 üstə gəlsin 2B olacaq cavabımız. Deyir ki bir yeşikdə 25 kiloqramdırsa A yeşikdə B ilə ifadə elə. Onda B'miz bərabərdir 25A. Çarpaz bir-birinə vuracaq. Demək deyir ki tərəfi A'dırsa sahəsini tapanda biz nə edirdik? A vur A yazırıq. Yəni S bərabərdir nə? A kvadratı. Bizdən bunu soruşur. 21. Perimetri P olan kvadratın sahəsi S olarsa perimetri yəni 4A bərabərdir P'dirsə A'mız bərabərdir nə? P bölünsün 4 olur. Düzdür? Deyir sahəsini tap. Sahəni tapanda nə edirdik? A vur A yazırdıq. Yəni P böl 4 vurulsun P bölünsün 4. O da olacaq P kvadratı bölünsün 16. Demək baxırıq 22. Bizə nə deyir? Deyir bir kutu şokolad A manatdır. Uşağın pulu isə B manatdır. 4 kutu şokolad alarsa. 4 kutu şokoladın qiyməti. Demək bir kutu şokoladımız nə manatdır? A manatsa 4 kutumuz neçə manat olacaq? 4A olacaq. Mən girirəm mağazaya 4 dənə konfet almışam. B manatda pulum vardı. Nə qədər pulum qaldı deyir. B çıxılsın 4A olacaq. Şu qalan pulum. Əslində 8-ci mövzudan eyni tipi suallar uşaqlar. Deyir ki çəndə x litr su var. Hər gün çənə y litr su tökülür. 10 gündə nə qədər töküləcək? Nə qədər su olur? Demək 10 gündə 10 y olacaq. X litr suyum var idi. 10 y-də su tökdüm. Çənim doldu. Tamamlandı. X üstə gəlsin 10 y olacaq. Deyir yan tərəfi A olan oturacağı bundan 20. Demək bir dənə bucaq çəkək. Bucaq çəkdik. Mən çıxmadı. Deyir ki yan tərəfi A'dır. Bərabər yanıdır. Burada A'dır. Oturacağı bundan 20% az. A'nın 20%'ini tapaq. Vuruq 20'ye böldük 100 elir. 0,2 az. A'dan 0,2 A'nı çıxırıq. Elir neçə? 0,8 A oturacaq. Doğrudur. Az olan bərabər çıxacaq. Perimetri tapırsınız. A üstə gəl. A üstə gəl. 0,8 A. O da edir 2,8 A. Deyir ki avtomobil əvvəlcə bax 25-ci sual. Əvvəlcə A kilometr yol getdi. Sonra bundan 4 dəfə az. Yəni A bölünsün 4 dəfə az yol getdi. Bax burası sonradır. Cəmi nə qədər yol getibdi? Birinci bunu tapaq cəmi. A üstə gəlinsin 0,8 A yazaq da və yaxud da A bölünsün 4 yazaq eyni şeydir. O da 1,8 A. Yəni 1 tam A bölünsün 4. Düzdür. Və 1 tam A bölünsün 4 və yaxud da belə yazaq da 5A bölünsün 4 yazaq. Fərqi yoxdur. Eyni cavab. Hamısı eyni cavabdır. Bütün yola 5 saat vaxt sərf edibdir. Yəni 5A bölünsün 4'ə 5 saat vaxt sərf edibsə, avtomobil yolda orta sürətini tap deyəndə onda nə edirəm? Belə yazaq da, gəlin bunu 1,8 ayına götürək. O daha rahat olacaq. Onlu kəsrlər bölünməsinə götürək. 1,8 aya 5 saat vaxt sərf eləmişəmsə, onda 1 saat, yəni aya nə qədər vaxt sərf edirəm? Aya nə qədər vaxt sərf edirəm? Onda 1,8 ayını böləcəm nəyə? 5'ə. O da bərabərdir. 1,8'i 5'ə bölsəm eləyəcək neçə?
A böl 4. Yani 0,25 A olacak. Cevabımız 0,25. Uşaqlar orada 1,8 A yazmıştım. Burada 1,25 A olmalıdır. 1,25 A'ya 5 saatsa 1 saat, yani 1 saate ne kadar gider? Tabi zaten 1 saate ne kadar vaxt gider? 1,25 A'nı 5'e bölü gelir. 0,125 A. Demek 26. misala baxaq. Deyir uzunluğu metr. Metre çevirək santimetre. Yəni 100 santimetre ilə işimiz rahat olsun. 100 santimetrenin 4'te birini, 100 santimetrenin 4'te birini kəsirlər. Yəni 25 santimetrini kəsdilər. Kəsdi yazaq. Qalanı nə deməkdir? 100'dən çıxıram 25'i, elir neçə? 75'in. 75'in 20%'ini tapırıq. Yəni 5'e bölürük. 75 bölünsün 5'e bölürük. O da neçə? 15. Kəsdilər. Qalan parçanın uzunluğunu tap. 75 idi. 15'ini də kəsdim. Nə qədərim qaldı? 60 santimetrim. Düzdür? 60. Burada m metr. 60 100 m yazım bura. Burada axırda yazaram. Yox, yaxşı. M-ni axırda yadımdan çıxmasın yazım. 60 santim m metr. M santimetre yazmışıq. Düzdür? Metr və santimetre çevirini eləyəcək, 100'ə böləcək. 60'ı böləcək 100'ə. O da olacaq 0,6 m. 27. Birinin sayəsi 2,56 olan kvadratdır. Demək, S bərabərdir 2,56. 2,56 nəyin kvadratıdır? Birinci bunu qeyd elə. A vursun. Hansı iki də bir-birinə vursa 2,56 edəcək. Deyək ki, 1,6. Deyir, M sayda. Yəni B-də kvadratdır. Deyək ki, bura 1,6'dır. Burada olacaq 1,6, 1,6, 1,6 neçə dənədir? M saydadır. M sayda. Kvadratların sayına perimetri tap dedi. Perimetrini tapanda nə edirik? 2 vurulsun. Enini 1,6 götürürük. Uzunluq nə olacaq? 1,6 M olacaq. Çünki deyir M sayda. 1,6 M olacaq. O da bərabərdir. 3,2 üstə gəlirsin. 3,2 M. Deyir sürəti A olan katerin, sürəti A kilometr, katerin sürəti B olan çayda. V kater bərabərdir A, V çay bərabərdir B. Axın ilə. V axın ilə yazanda nə edirik? A ilə B-ni topluyoruz. V axına qarşı yazanda nə edirik? Axına qarşı yazanda nə edirik? A çıxılsın B yazırıq. Doğrudur. Deyir axın ilə neçə saata gedibdir? T axın ilə 3 saatadır. T axına qarşımız nə qədərdir? Deyir 1 saatdır. Axın ilə gedəndə yol tapanda S 1'i tapanda 3 vurulsun. A üstə gəlsin B yazırıq. S 2'ni tapanda 1'i vururuq. A çıxılsın B yazırıq. Və deyir ki, cəmi nə qədər yol gedibdir? S1 üstə gəlsin S2 yazırıq. Bura açaq. 3A üstə gəlsin 3B. A çıxılsın nə? B. Aparıb yerinə qoyuram. 3A üstə gəl 3B. Üstə gəl A çıx B. A çıx B. Onda 3 alma ilə alma toplayırıq. 4 alma. 3B'dən də çıxırıq B-ni. Eləyəcək neçə? 2B cavabı. Misal 29'da bize bir tane cədvəl verib, cədvələ uyğun qrafik, yəni düstur yazmalı. Deyir, x-in 1 qiymətində y1 abdır, 2 qiymətində 4, 3 qiymətində 9, 4 qiymətində 16. Demək, y bərabərdir x kvadratıymış. X-in yerinə 1 qoyaq, 1'in kvadratı 1, 2'nin kvadratı 4, 3'ün kvadratı 9, 4'ün kvadratı 16 edir. Bizdən də soruşuyor ki, x bərabərdir 24 qoy, onda y-in neçə alacaq? 24'ün kvadratı, o da 576. 576, 25'in kvadratı 576, 576 dedi. 30'da nedir? Deyir ki, yenə x bərabərdir 1 qiymətində 1 alıb, 2 qiymətində 4, 3 qiymətində 9, 4 qiymətində 16, 5 qiymətində 25. Y bərabərdir x kvadratı funksiyası deməkdir. Yəni 144 bərabərdir x kvadratı. Hansı iki ədədi bir-birinə vursaq 144 eləyəcək. Deyirsiniz ki, x bərabərdir nə? 12 olanda. 31-ci məsələyə baxaq. Deyir ki, düzbucaqlının daxilində 6 bərabər çevrə çəkilmişdir. Baxın, birinci çevrənin radiusu, baxın, belə çəkirəm.
Belə çəkirik. Bu da belə çəkirik. Deyir ki, bu diametrdə, düzdür, baxın, çevrənin mərkəzindən keçən nə idi? Diametr idi. Onda nə yazırıq bura? Bir dənə 2R yazırıq. 2R, 2R, 2R. Yəni 3 vurulsun 2R yazırıq. Uzunluq nə olacaq? 2 vurulsun 2R vurulsun 3R. Uzunluğumuz nə olacaq? 6 dənə R. 6 dənə R olacaq. Demək ki, uzunluq, düzbucaqlının uzunluğu nə olacaq? 6 R olacaq. İndi gəlin bu birisinə baxalım. Bax, belə çəkirəm. Bax, belə çəkək də. Bura baxın. Arca qeyd edim onu. Bax, belə yazıblar. Düzdür. Bura 2R'dir. Burada 2R'dir. Cəm neçə eləyir? 2R, 2R. Neçə eləyəcək? Bura 2R'dir. Burada 2R'dir. Onda cəm nə olacaq? Eni neçə eləyəcək? 4 eləyəcək. Düzdür. Sizdən nə soruşun? Sahəsini tap. Sahəni tapanda nə edirdik? Uzunluğu ilə vurmurduq. 6R vurursun. 4R. O deyəcək necə? 24 R'in kvadratı. Cavabımız 24 R'in kvadratı. Demək, 33-cü məsələdə boyu 15 cm olan bitkinin hər gün 3 cm boy artır. Y-in x-dən asıllıq düsturunu yazaq. Y bərabərdir. 15 cm boyum var. Düzdür, bu qalır yerində. Hər gün 3 cm artıram. 15 üstəgəlsin 3x olur düsturumuz. Sonra keçdik bura. 30 gündən sonra bitkinin boyu neçə santimetr olar? Yəni x bərabərdir 30 qoyuruq yerinə, aparıb yerdə hesablayırıq. Olacaq y bərabərdir 15 üstəgəlsin 3 vursun 30. O da olacaq 90 üstəgəlsin 15 edəcək 105. Kiçiyə alınan 4 ardıcıl ədəd A üstəgəl 1, A üstəgəl 2, A üstəgəl 3 ardıcıl ədədlər bir-bir artır. Deyir cəmi. Toplayaq A üstəgəl 1, A üstəgəl 2, A üstəgəl 3 bərabərdir. Nəyə bərabərdir? B-yə. B yazaq. B-yə bərabərdir. Neçə dənə A görürük? 1, 2, 3, 4. 4 dənə A görürük. Bir üstünə 2 gəlirik olacaq 3. Üçündə üstünə 3 gəlirik. Neçə edir? 6. B. B-nin adından asıllıq düsturunu yazın. B bərabərdir. 4 A üstəgəlsin 6. Deyir ki, 35-dən ən böyüyü x-dir. 5 ardıcıl cüt ədədlər. Cüt ədədlər 2-2 artırsa 2-2 də azalır deməkdir. Ən böyüyü x-dir. Baxın, bunu yaddan çıxartmaya. Ən kiçik desəydi, arta gedəcəkdir. Bu birisi olacaq x çıx 4. Bu birisi olacaq x çıx 6. Bu birisi olacaq x çıxsın neçə? 8. Ən böyüyüdür. Ən kiçik də x çıxsın 8 olacaq. Deyir ki, bunların cəmi. Toplayanda sizdən x görürsünüz. 1, 2, 3, 4, 5 dənə x görürük. 6 ata toplasaq. Bu ədədləri toplayırsınız. 2-nin üstünə 4 gəlsiniz 6, 6-ın üstünə 6 gəlsiniz 12, 12-nin üstünə 8 gəlsiniz. Eli necə? Çıx 20 yazırıq. O da nəyə bərabərdir deyir? Y-ə. İşimiz bitdi. Misal 36. Rəngləmiş hissənin sahəsi A və B-dən asıllıq düsturunu yaz. Demək, birinci S-i tapaq, böyük rəngli hissəni tapaq. Bax, böyük düzbucaqlığını tapaq. O da 28 vurulsun 15 edəcək. Demək, eləyir 420. Sonra kiçik düzbucaqlığını tapaq. Kiçik, yəni içindəki, daxilindəki. O olacaq nə? A vurulsun B. Bir qabın içində bir dənə qab var. O qabın içindən çıxardırıq rəngli hissəni tapmaq üçün. Rəngli hissəni tapanda böyükdən, yəni böyük hissədən 420-dən çıxacaq A vurulsun B-ni. Cümləyə baxın, deyir perimetri P olan düzgün altı bucaqlı. Bax, buranı A qeyd eləyək. A qeyd eləyək. A, B-dən istəyən tərəfi var. Alt dənə tərəfi var, düzdür. 6A bərabərdir P yazsaq, onda A-mız nə olacaq? P bölünsün 6 olacaq. Doğrudur. Yəni tərəfimiz 6 dənəsini toplayıblar. Elib neçə perimetr tərəflərin cəmi deməkdir. P-yə bərabər yapılan. Onun A-mızı tapanda nə olacaq? P bölünsün 6 olacaq. Alınan figurun perimetrini P-dən asıllığını tap. Perimetrini tapan və deyək ki, bunlar bir-birinə bərabərdir. Baxın, bərabərdir, bərabər tərəflidir. Sonra başlayırıq çöl tərəflərini saymağa. 1, 2, 3, 4, 5, çərlər yox, çöllər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12.
12 dənə nə var? P bölünsün 6 var. O da elə neçə? 2P. Cavabımız hazır.